Hamımızın bildiyi o kədərli sonluq. Robert Neville'in bəşəriyyət üçün özünü fəda etməsi. Amma dayanın. Əgər sizə hər şeyin əslində fərqli olduğunu desəm, bəli, I Am Legend 2 rəsm olaraq gəlir və gözlədiyimizdən çox fərqli bir hekayə ilə. Bir çoxunuz filmi kinoteatrda izləyərkən Neville'in öldüyünü gördünüz. Lakin filmin bir də alternativ finalı var idi. O finalda Robert Neville Darkseekerlərin də hissləri olduğunu anlayır və sağ qalırdı. Rejissorlar təsdiqlədi ki, ikinci film məhz bu alternativ sonluqdan davam edəcək. Yəni Will Smith ölməyib. O artıq yaşlanmış bir sağ qalandı. Bu dəfə Will Smith tək deyil. Kadroya Michael B. Jordan da qoşulur. Hələlik onun obrazı sir qalsa da, senari birinci hissədən tam 10 illər sonra baş verir. Artıq qarşımızda boş binalar deyil, təbiətin tamamilə ələ keçirdiyi, yaşıllıqlara bürünmüş, vəhşi bir New York var. İnsanlar artıq bu dünyanın sahibi deyil, sadəcə qonağıdırlar. Senarist Akiva Goldsman bildirir ki, bu film orijinal romana daha sadiq qalacaq. Əsas sual budur. Kim əsl əfsanədir? İnsanlar, yoxsa yeni növ? Robert Neville bu 10 illər ərzində nələr öyrənib? Michael B. Jordan onun dostudurmu, yoxsa yeni bir düşmən? Görünən odur ki, bizi daha qaranlıq, daha fəlsəfi və daha gərgin bir macəra gözləyir. Bəs sizcə, Robert Neville tək başına sağ qala biləcəkmi? Şərhlərdə fikirlərinizi yazın. Bu kimi kino xəbərləri və maraqlı analizlər üçün Kino Aləm kanalına abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək.